Dünən biri izah eləməli idim, bu gün ikini, eyb yoxdur. Tələsik dünən biri tapa bilmədim deyə hər dəfə izah eləyəcəm. Demək ki, birinci testdə bizdən isim testidir. A few bottles of oil, many pieces of furniture, a lot of cheese. Bu qaydada biz deməli həm kəmiyyət bildirən sözlərə baxmalıyıq, həm də numerativ sözlərə. Numerativ sözlər nə idi? Əvvəlcə gəlin yadımıza salaq. Of ilə ismə birləşir və bu isim, birləşdiyi isim, yəni ofdan sonraki isim cəm və ya sayılmayan ola bilər. Birləşən isim, yəni məsələn bu bottles'dır, bu pieces'dir, slices'dir. Bunlar numerativ sözlər adlanır. Azərbaycan dilində də var say bölməsində və ingilis dilində də. Numerativ sözlər qoşulduğu ismin miqdarını bəlirləyir. Kəmiyyət bildirən sözlər başqadır, onlar daha çox əvəzliklərdən törüyüb və cümlədə təyin olur. Bir də of ilə birləşən numerativ sözlər var. Həmin bu altından xətt çəkdiyim numerativ sözlər ki var, piece var idi, piece, slice, loaf, bottle və s. Özləri sayılandır. Və özləri sayılan olduğuna görə siz artıq onun qarşısındakı artikla, kəmiyyət bildirən sözlərə və s. diqqətli olmalısınız. Yəni, əgər onların özləri altından xətt çəkildiyim sözlərdən söhbət gedir, sayılandırsa, demək ki, təkdirsə qeyri-müəyyənli artikl olmalıdır və müəyyən kəmiyyət bildirən sözlər var ki, onlardan sonra cəmlənməlidir. Artıq bizə lazım olan ofdan öncəsidir. Yalnız belə bir səhv ola bilər testlərdə ki, ofdan sonra sayılmayan isim cəmlənə bilər və orada diqqətli olmalısınız. Sayılmayan ismin cəmlənmədiyi sürəcə ofdan sonrası sizə lazım deyil. Siz ofdan əvvələ baxırsınız. Deməli, birdə a few bottles of oil, bir neçə butulka yağ. Oil sayılmayan isimdir, cəmlənməyibsə heç bir problem yoxdur. Biz nəyə diqqətimizi yönləndirməliyik? A few bir neçə, biraz bir neçə deməkdir və bundan sonra mütləq cəm isim işlənir. A few-ya görə bottles cəmlənibsə, deməli bir düzdür. Many mütləq şəkildə cəm isimlə işlənir və əgər pieces cəmdir, deməli 2 də düzdür. Many pieces of furniture. Furniture tək başına özü sayılmayan isimdir. Amma yenə deyirəm ki, bu sözlər of ilə ona birləşirsə, furniture-nin mebel söz deməkdir furniture ki, miqdarını bəlirləmək üçün istifadə olunur. A lot of cheese. A lot of-un qaydası nə idi? Həm cəm ismə birləşə bilər, həm sayılmayan ismə birləşə bilər. Hər iki hal düzgündür. A lot of cheese, çoxlu pendir deməkdir. 3 də düzdür. Much water bottles. Əgər iki isim birləşibsə, isim birləşmələrində biz birinci ismə yox, ikinci ismə baxırıq. Burada əsas isim bottles'dır və əgər much ilə bottles cəmlənibsə, deməli səhvdir. Niyə səhvdir? Çünki much sayılmayan ismə birləşməlidir. Much mütləq və mütləq həmişə sayılmayan isimlərlə işlənir. Deməli 4 səhvdir. Sonra 5-ə baxırıq. A little slices of butter. Bir neçə dilim yağ. Little-ın qaydası nədir? Deməli little həm sifət ola bilər cümlədə, sayılan isimlərlə işlənə bilər. Məsələn, a little cat, balaca bir pişik. Amma əgər sayılmayan ismə birləşirsə, burada butter yağdır və yağ sayılmayan isimdir. Burada əgər sayılmayan ismə birləşirsə, little az deməkdir və əvəzlikdir. Və əvəzlik olaraq heç vaxtda cəm isimlə işlənə bilməz. Ona görə 5 səhvdir, 4 də səhvdir. Deməli 1, 2, 3 düzdür. Keçdik ikinci testə. Baxırıq bağlayıcılardır. Either or, both or, neither nor, neither or, neither and. Əvvəlcə bağlayıcıların variantların özündə düzəlişlər aparaq. Either heç vaxtı nora birləşmir, ora birləşir. Both heç vaxtı ora birləşmir, and-ə birləşir. Neither nor qalır, amma neither heç vaxtı or olmur və heç vaxtı and-dən işlənə bilmir. Qaldı bir dənə C variantı. Və cümlənin özündə yoxlayaq. Neither Jessica nor her cousin prepared a meal for the dinner. Nə də deməkdir və 2 varlıq olduğunu göstərir cümlədə. Nə Jessica, nə onun əmisi oğlu, dayısı oğlu, nə bilim kim, cousin, əmi, dayı, xala, bibi uşaqlarına deyilir.
Nahara yemək hazırlamadı. Cavab C variantı düzdür. 3. My trip was across Atlantic Ocean from Europe to South America. Bəllidir ki, artikel testidir. Okeanlar bilirik ki, müəllik artiklindən, ümumiyyətcə su hövzələri əksəriyyət müəllik artiklindən işlənir. Atlantic Ocean okean olduğuna görə Z verməliyik. Avropa materikdir. Qitə materiklər heç vaxt heç bir artikldan istifadə olunmur. Ona görə burada ikinci hissədə boşluq verəcəyik və South Amerikada birincisi materikdir. İkincisi cəhətlər əgər ismin qarşısında işlənirsə, bu zaman artiklsız istifadə olunur. South America, Southern America, North America, Northern America. Burada heç vaxtı cəhət isimlə işləndiyinə görə ona artikl vermirik. Deməli, birinci boşluqda Z, qalanları boş olmalıydı. O da Y variantına uyğun gəlir. 4. Mən bunu bugün dərsdə də izah eləmişdim. Nisbə əvəzliklərlə sual əvəzliklərini qarışdırmayın. Nisbə əvəzliklər, sual əvəzlikləri və bağlayıcı əvəzliklər. Nisbi zərflər, sual zərfləri və bağlayıcı zərflər. Bunlar bir-birinə bənzəyir və biz bunları necə ayırırıq? Cümlənin ortasında əgər isimdən sonra WH gəlirsə və bir də Z təbii ki, isimdən sonra gəlirsə nisbi əvəzlik və yaxud da nisbi zərfdir. Cümlənin önündə boşluq varsa, sual cümləsidirsə, deməli bunlar sual əvəzlikləri və yaxud da sual zərfləridir. Və cümlədə feildən sonra gələcəksə, o zaman bağlayıcı əvəzlik və ya bağlayıcı zərfdir. Bu qədər sadə. Bizim cümləmiz sual cümləsidir və önü boşdur. Deməli bizə sual əvəzlikləri və yaxud da sual zərfləri lazımdır. Your attitude towards the problem. Problemə sənin yanaşman nədir deyə bilərsən? Nədir? Sonra other languages do you know? Bilirsən başqa dilləri, belə deyək də, başqa hansı dilləri bilirsən? Tərcümə elədim. Əslində tərcümə elədim, beynimdə fikir formalaşdı. Amma nələri ata bilərəm? When zaman ifadəsidir. When ismə birləşsə, gərək ondan sonra başqa xəbər gəlsin, zaman anlayışı olsun, köməkçi feil lazımdır, ona görə when-i verə bilmirik. Sonra why səbəbdir. Bunlar sual zərfləridir. Təbii ki, sual əvəzliyi yox, sual zərfləridir. Why səbəb verir. Why other languages do you know desəz, niyə başqa dilləri bilirsən? Belə çıxır mənası. O da yanlışdır. Sonra bəllidir ki, biz sualı languages do you know? Sən bilirsən, cümlənin mübtədası var, xəbəri var və tamamlığı var. Sualımız tamamlığın təyininə veriləcək sualdır. Təyinin sualına az çox bilirsiniz. Which, what kind of və s. belə suallar verilir. Who deyə bilməzsiniz, çünki cümlənizin özünün mübtədası varsa, siz mübtəda ola bir də who ilə sual verə bilməzsiniz. Who ilə mübtədaya sual verdinizsə, gərək onda mübtədalar ortadan çıxa. Və whom tamamlığın sualıdır. Özəlliklə də insana aiddir, əşyalara aid ola bilməz. C variantı da getdi. Qaldı əlimizdə what. What nəyin sualı ola bilər? Mübtədanın sualı ola bilər, tamamlığın sualı ola bilər və təyinin sualı ola bilər. Bizdə bəllidir ki, cümləmizdə təyinə veriləcək sualdır. Çünki xəbəri var, mübtədası var, tamamlığı var, təyini yoxdur. What is your attitude towards the problem? Problemə sənin yanaşman nədir, necədir? Bu xəbərin əsas hissəsidir. Other languages do you know? Sən başqa hansı dilləri bilirsən? What other languages? Başqa hansı dilləri bilirsən? Cavab Y variantıdır. Yenə deyirəm, təyinin sualıdır. İkinci cümlədə. Birinci cümlədə isə what is your attitude? Sənin yanaşman nədir? Xəbərin sualıdır. İsmi xəbərin təbii ki. 5. Choose the correct variant. Düzgün variantı istəyir. Both Jane and I presented an important project last week. Both'un da, both and-in də fərqi yoxdur. Xəbəri cəm olur. Cəm.
Və bizə məchul növdə verilib, təbii ki, to be-lər var variantda. Burada da participle to varsa, deməli cümlə məchul növdə olan cümlədir. Məchul növün köməkçi feili verilməyibdir. Biz onu tapmalıyıq və bəlli oldu ki, köməkçi feilimiz cəm olmalı idi. Və zamana baxaq. Last week var cümlədə. Last week keçən həftə deməkdir. Ona görə are da atırıq. Are indiki zamandır. Qaldı were. Both Jane and I were presented an important project last week. Və ikimizə də Jane və mənə keçən həftə mühüm bir proje təqdim olundu. Layihə təqdim olundu. Cavab D variantı. Sonra 6. Degree of adjective sifətin dərəcələridir. My sister is a little than my brother. Cümlənizdə than varsa, sifətin müqayisə dərəcəsinin ən birinci göstəricisidir. Than varsa, demək ki, cümləmiz müqayisə dərəcəsində olmalıdır. EST sifətin üstünlük dərəcəsidir və sin özü adi dərəcədir. Ona görə C variantı səhvdir. Qaldı əlimizdə 2 müqayisə dərəcəsində olan variant. Sinner və more sinner. Və biz deyirik ki, heç vaxtı sifətin 2 dərəcə göstəricisi bir arada olmaz. More-dan er, most-dan est olmaz heç vaxtı. Sin özü Sin özü tək hecalı sifət olduğuna görə biz ona more-dan istifadə eləmirik. Çünki more və most 2 və daha artıq hecalı, yəni uzun sifətlərdə istifadə olunur. Sadəcə sinner olmalı idi, o da D variantı. My sister is a little thinner than my brother. Bir də burada than-dən başqa müqayisə dərəcəsinin ikinci göstəricisi də a little-dır. A little olanda da biz müqayisə dərəcəsindən istifadə edirik. Bacım məndən birazcıq arıqdır. Sonra 7. Düzgün variantı istəyir bizdən. The traffic lights in this street isn't working. Bəlli oldu ki, uzlaşmadır. Çünki zaman ifadələri yoxdur. Nə bilim, əvəzliklər yoxdur. Əsas məsələ nədir? Traffic lights sayılan isimdir, xəbər təkdir. The cost of the t-shirt is higher. Cost məbləğdir. Köynəyin məbləği yüksəkdir, dəyəri yüksəkdir. Biz uzlaşmada birinci cümlədə söz önü var. Söz önündən əvvələ baxırıqsa traffic lights cəmdir, xəbər təkdir. Bu yanlışdır. Və of da söz önüdür. Ofdan əvvələ baxırıq. Cost təkdir, xəbər də təkdir. 2 düzdür. The tools used in gardening are exhibited today. Və used in gardening sadəcə nədir? Participle to və participle to da ismin təyinidir. Biz bunu görməsək də olar. The tools are exhibited today. Tools alətlərdir. Bugün sərgilənibdir. Özü cəmdir, mübtədamız toolsdur və xəbərimiz də cəmdir, məchuldur. The scenery of the countryside were fantastic. Ofdan əvvələ baxırıqsa, scenery təkdir və xəbər də tək olmalıydı. Was fantastic olsa daha düzgün olardı. Cavab 2-3 E variantı. Make up a sentence. Cümlə qurarkən biz nə etməliyik? Əgər sual cümləsi deyilsə, sıradan bir nəqli cümlədirsə, əvvəlcə mübtəda tapmalıyıq. Mübtədamız ola bilər ismi birləşmə, ola bilər əvəzlik, təyini ilə, artiklı ilə birlikdə ola bilər. Deməli, the children, yəni mən cümlədə şəxs görən kimi gözümə ilk çarpan o olur ki, çox güman ki, cümləmi bununla başlayacağam. Ad ola bilər, insan ola bilər, hər hansı bir əşya ola bilər. Ona görə mən birinci the children-ı seçdim, amma əslində 2 ilə də cümlə başlaya bilər. Sadəcə olaraq the children canlıdır deyə bəlkə də birinci onu seçdim. 3-ə baxıram. The children və mübtədadan sonra cümlənin xəbəri gəlir. Left 3-1. Ya C variantına baxıram, ya A variantına. Hər ikisi səhv olsa, bu dəfə a lot of presents-i önə qoymalıyam. The children left, tərk etdilər. Nəyi və ya haranı tamamlıq gəlir. Əgər leave feili, leave tərk etməkdir. Vasitə təsirli feildirsə, təsirli feil nədir? Özündən sonra tamamlıq tələb edən feildir. Leave tərk etmək, nəyi, haranı. Və təsirli feil varsa cümlədə mütləq şəkildə ondan sonra isim və ya ismi birləşmə gəlməlidir. Leave grandmother's house.
nənənin evini uşaqlar tərk etdilər. Haranı? 5-i verə bilmərəm, 4-ü verəcəm. Nənənin evini nə ilə? With a lot of presents. Çoxlu hədiyyələrlə. Deməli, düz getmişəm. Cavab C variantıdır. Yenə deyirəm, mübtədanı tapırsınız. Çox vaxt mübtəda nə olur? Şəxs əvəzliyi ola bilər. Cümləmizdə şəxs əvəzliyi yoxdur. İsm ola bilər, ad ola bilər. Bizim cümlədə 2 isim var idi, 2 və 3. 3 canlı olduğuna görə mən birinci 3-ü gətirdim önə. Mübtədadan sonra xəbəri tapırsınız və xəbəriniz əgər kimi, nəyi sualına cavab verirsə, ikinci ismi birləşməni, yəni obyekti və yaxud da obyekt əvəzliyini tapıb gətirməlisiniz. The children left grandmother's house. Ondan sonra qaldı with a lot of presents. Bu da əslində vasitəli tamamlıqdır. Nə ilə, kim ilə, nə üçün və s. Gəldik 9-cu suala. It was present in my life. Baxırsınız ki, variantda sifətin dərəcələri var. Dərhal bildik ki, degrees of adjectivedir. Və nəyə baxmalıyıq? Ən əsas cümlənin sonuna baxırsınız. In my life, məkan ifadəsi varsa, həyatımda, ömrümdə, ailəmizdə, Azərbaycanda və s. söz önü ilə varsa, deməli biz üstünlük dərəcəsi seçməliyik. Və üstünlük dərəcəsi əksər hallarda sonu ST və yaxud da EST ilə bitə bilər. Kökdən dəyişənlər ST ilə bitir və əksər halları demirəm, amma adətən ST ilə bitənlər. Bir də qaydalı dəyişənlər EST ilə və yaxud da most-la bitə bilər. Yenə baxırıq, bad adi dərəcədir, worse müqayisə dərəcəsidir, more worse müqayisə dərəcəsidir, amma more bir də təzədən üstündən bir də sifət müqayisə dərəcəsində ümumiyyətcə yanlışdır. Worst və yaxud da the worst. Hansını seçirik? Təbii ki, sifətin üstünlük dərəcəsi the article ilə istifadə olunur. It was the worst present in my life. Həyatımın ən pis hədiyyəsi idi. 10. Choose the correct variant. Yenə ismi birləşmələrdir, kəmiyyət bildirən sözlərlə bir yerdə. FU-dan sonra mütləq və mütləq cəm isim gəlir. Students cəmdir, deməli bir düzdür. Many-dən sonra mütləq və mütləq cəm isim gəlir, amma furniture sayılmayan isimdir, 2 səhvdir. Few-dan sonra yenə mütləq cəm isim gəlir və sheep-in cəmlənməsi hardadır? 4 dənə məşhur 4 isim var, əslində başqaları da var. Sheep, fish, swine və deer. Bu 4 isim nəzərinizə çatdırım. Deməli, bu 4 isim formaca cəmlənməz, yəni S şəkilçisi filan götürmür. Yəni, siz ona kənardan baxanda onun cəm olduğunu görə bilmirsiniz. Amma həqiqətən cəmlənə bilən isimdir. Necə? Məsələn, a sheep olsa bir qoyundur. Amma sheep olsa qoyunlardır. A fish olsa, one fish olsa bir balıq, fish balıqlar. Bu isimlər artiklsız işlənirsə, deməli bunlar cəmdir. Few sheep, az qoyunlar. Düzdür. Few'dan sonra cəm isim işlənməlidir. Much hairbrushes. Hairbrush saç darağı cəmlənə bilən isimdir, yəni sayıla biləndir. Və much da həmişə sayıla bilməyən isimlərlə işləndiyinə görə 4 səhvdir. Deməli, cavab oldu 1-3 A variantı. 11. 40-cı dəqiqədə link atır, ondan sonra 10 dəqiqə fasilə verir. Yəni, narahat olmayın, təzədən link açacağım. 11. Choose the correct variant. Those lamps wool very soft. Nəyə baxırsınız? Uzlaşmada, yəni mübtəda xəbər uzlaşmasında. Bayaqdan deyirdim söz önüdən əvvələ, ofdan əvvələ baxın. Amma bizim ismimiz, əsas ismimiz apostrof S-dən sonradır. Yəni, ofdan əvvəl, apostrof S-dən sonra. Bu qaydanı unutmayın. Və bizim mübtədamız apostrof S-dən sonradırsa, wool yundur və yun sayılmayan isimdir. Sayılmayan ismin xəbəri həmişə tək olur. Cəmləri atdım, were getdi, are getdi, qaldı is, was. O quzuların dərisi yumşaqdır və yumşaq idi. 3-4 A variantı. 12. As the airport was far my house, I asked my friend to come with me.
Birincisi, ask xahiş etməkdirsə, söz önü söz işlənir. I asked my friend. Dostumdan xahiş etdim. Deməli, mən söz önü işlətməyəcəm ikinci tərəfdə. Buradan to-nu da atıram. Qaldı C, D variantları. Yəni, burada heç nə işlətməyəcəkdim. Far from-la işlənir. Bir yerdən uzaq deyəndə far from-la işlənir. Ona görə cavab oldu D variantı. As the airport was far from my house, I asked my friend to come with me. Havalimanı evimdən uzaq olduğuna görə dostumdan mənimlə gəlməsini xahiş etdim. Far from, ask söz önüsüz. Sonra keçdik 13-ə. Correct tense form, düzgün zamanı seçin deyir. Baxıram cümləyə at the moment var, hal-hazırda. İndiki davam edici zamanın göstəricisidir. İndiki davam edici zaman am, is, are, üstəgəl, verb ing olur. Daniel tək olduğuna görə is working. Nə deyir? Daniel is working on the computer at the moment. Hal-hazırda kompüterdə işləyir. He always spends most of his time at the computer. O həmişə vaxtının çox hissəsini kompüterdə, yəni kompüter arxasında keçirdir. Cavab Y variantı. To think deeply, to make a decision. Modal feillər. Modal feillərdə 3 əsas addım var. Görməli olduğunuz 3 əsas iş var. 1. Özündən sonra tulu və ya tulsuz məslərin götürülməsi. 2. Tərcümə. 3. Zaman. Bu üçünə əməl etsəz, düzgün variantı asanlıqla tapa bilərsiniz. Birinci baxırıq ki, hansı modal feillər to ilə işlənə bilər? Have to ilə işlənə bilər. A-nı saxlayıram. Haven't to, yəni have to, heç vaxtı tosundan aralanmaz, həmişə belə olur. Araya hətta not belə girə bilməz və qayda olaraq nə deyirik? Deyirik ki, have to, sualı və inkarı heç vaxtı özü verə bilməz, yəni siz ona have not deyə bilməzsiniz. Don't have to, do you have to, didn't have to, does she have to və s. Yəni, do, does, didin köməkçi feillərinin köməyindən istifadə etməklə düzəlir. B variantı konkret səhvdir. May, must, can, üçü də heç vaxtı to ilə işlənə bilmir. Qaldı A variantı. I have to think deeply to make a decision. Mən qərar vermək üçün dərindən düşünməliyəm. To think, have to think deeply. Cavab A variantı. Keçdik. 15. Modal feil istəyir yenə bizdən. It's raining outside, you take an umbrella. To'muz yoxdur variantımızda. İlk addımımız nə idi? To'nu tapma. To'nun olub olmamasına baxmaq. To be able to ilə işlənir. You are able to olmalıdır. Don't have to ilə işlənir. Have to ilə işlənir. Ought to ilə işlənir. Qaldı bir dənə D variantı. It's raining outside. Çöldə yağış yağır. You should take an umbrella. Məsləhət görürəm, çətirini götürməlisən. Should bilirsiniz ki, məsləhət ifadə edir. Malı məli kimi tərcümə olunur və məsləhət var mənasında. Should etməlisən, yəni məsləhət görürəm bunu etməyi. Shouldn't etməməlisən, bunu etməyi məsləhət görmürəm. Özündən sonra məsləri tulsuz götürür. 16. 16. Complete the sentences. Don't make it. Deməli, bizə lazımdır complex object. Complex object nə idi? Feil, üstəgəl, tamamlıq, bura tam yazıram, tamamlıq, üstəgəl, nə idi? Şəxssiz feillər. Şəxssiz feil deyəndə nəyi nəzərdə tuturuq? Məsdər, feili sifət, gerund. Amma kompleks obyektin essaya ayırım, yaxşı. Kompleks obyektin heç vaxtı tərkibində gerund olmur. Yəni, əgər orada ing varsa, mütləq ki, feili sifətdir. Məsələn, sizdən inşallah uğurlar diləyirəm hamınıza. Gedib maksimum bal toplayarsınız. Əgər buraxılış imtahanında feili sifəti seçin deyir. Məsəl üçün, choose a correct participle one. Tutaq ki, kompleks obyekt varsa, oradakı ing mütləq participle one-dır. Gerund ola bilməz.
Yaxşı, uzun getdim, baxdıq. Make özündən sonra əgər kompleks obyektin tərkib hissəsidirsə, özündən sonra həmişə to-suz məstər gətirir. Yəni siz make-dən sonra to görə bilməzsiniz, məlum növdürsə. Məchul növdə görmək olar, amma məlum növdürsə görə bilməzsiniz. Kompleks obyektdə məchul növdə olmur, yalnızca məlum növdə olur. Onu məchula çevirsəz kompleks subjekt olacaq. Bir variantını saxlayıram. Feilimizin özü make-dir, him obyektdir, do to-suz məstərdir. Bir variantı düzdür. Does ola bilməz, doing ola bilməz, will do ola bilməz. Şəxsiz formalar heç vaxtı zamana düşmür. Ya ing ilə işlənir, ya to ilə, ya da to-suz işlənir. Bu qədər sadə. Make də özündən sonra kompleks obyektin tərkib hissəsi olaraq özündən sonra məcbur etmək mənası verirsə, məstəri to-suz götürür. Deməli, burada kompleks obyekt quruluşu nə idi? Make him do it. Nədir? Onu məcbur etmə ki, bunu etsin və yaxud da bunu etməyə onu məcbur etmə. Keçdik 17-yə. Passive voice-a çevirməliyik. The mother punished her daughter. Passive voice-da ən çox variant atan nədir? Zamandır. Yəni, ilk addımınız olsun, məlum növdə olan cümlənin zamanını tapmaq. Punished hansı zamandır? Keçmiş sadə zaman. Və təbii ki, quruluşları əzbərləyirsiniz. Keçmiş sadə zaman was, were, üstə gəl, participle to ilə düzəlir. Participle to. Və mən iz olanı atdım. Burada punishedin ümumiyyətcə to-bisi yoxdur. Y variantını atdım. Qaldım B və C variantının arasında. İkinci addımım nədir? Mənə verilən cümlənin mübtədası mazadirsə, heç bir variantım eyni mübtəda ilə başlana bilməz. Variantda maza olan nə gördünüz, atırsınız. Qaldı B variantı. Və the daughter ya da her daughter ola bilər. İndi burada her yəli əvəzli olduğuna görə önə gətirəndə artikla dəyişə bilər. The daughter tamamlıqdır. Gəldi mübtədanın yerinə. Punished past simple'dır. Past simple'da məchul quruluş was, were-dir. Was punished və the mother agent adlanır. Agent. By ilə cümlənin sonuna gedir. By her mother. Diqqətli olun, bəzən variantlarda bax bu bayı vermirlər. The daughter was punished her mother. Onda səhvdir. Sizin cümlənin mübtədası baysız cümlənin sonuna qətiyyən gedə bilməz. Mütləq şəkildə bay götürüb getməlidir. 18. Bir dəqiqə buranı təmizləyim sonra. 18. Və bizə əvəzliklər lazımdır. Baxırsınız, reflexive pronoundur. Reflexive pronoununuz sizin mübtədanızla eyni şəxs olmalıdır. Do your tests. Testlərini et. Əmr cümləsidir. Əgər feil başda gəlirsə, deməli cümləmiz əmr cümləsidir. Və əmr cümləsinin mübtədası you'dur. You. Do your test. You əgər mübtədadırsa, bunun refleksivi yourself-dir, bir də yourself-izdir. 1-5. Cavab B variantı. Bu qədər sadə. 19-a baxırsınız. Is on the table is mine. Təbii ki, əgər cümlənin ortasında isimdən sonra WH-lər varsa, deməli, bu nisbi əvəzlik və yaxud da nisbi zərfdir. Nisbi zərf dediyim nədir? Where, when, why, bunlar da nisbi zərflər. Amma bizim ismimiz məkan bildirən isim olmadığına görə dərhal where-nı ata bilərəm. Bu getdi. Cümlənin ortasında what işlənməz, isimdən sonra işlənməz. Niyə? Çünki nisbə vəzliklərin sırasında what deyə nisbə vəzlik yoxdur. B-də getdi. Book cansızdır. Cansız olduğuna görə dərhal who-nu atırsınız. Whose canlıya da aid ola bilər, cansıza da aid ola bilər. Kimin dediyimizə baxma. Nisbə əvəzlik olaraq hər ikisinə aiddir. Amma whosedan sonra ona aid olan, bax bu birinci ismə aid olan ikinci isim gəlməlidir. Yəni whosedan nə deyirik? Birinci isim, ikinci isim arasında whosedan istifadə olunur. Burada birbaşa xəbər gəlib, deməli bizim bura verəcəyimiz cümlənin mübtədası olmalıdır. Book cansız olduğuna görə which veririk. The book which is on the table is mine.
Stolun üstündə olan kitab mənimkidir. Irregular verbs qaydasız feillər. Bilirsiniz ki, keçmiş zaman feilləri 2 yerə bölünür. Qaydalı feillər, qaydasız feillər. Qaydalı feillər id vasitəsilə düşür keçmiş zamana. Qaydasız feillər kökdən dəyişir. Begin, began, began. Start, started. End, ended. Getdi. Bizdən qaydasızlar istəyir. Think, thought. Use, used, qaydalıdır, id ilə artırılır. Meet, met, bunlar qaydasızdır. Üstündən xət çəkmədiklərim qaydasızdır, amma çəkdiklərim qaydalı. To teach, teach, taught olur, qaydasızdır. Amma watch, watched olduğuna görə qaydalıdır. Lose, lost, qaydasızdır. Find, found, qaydasızdır. Win, won, qaydasızdır. Cavab D variantı. Believed, qaydalıdır. Cost, cost. Bunlara amorf feillər deyilir. Olduğu kimi qalır. Cost, cost. Məsələn, let, let. Put, put. Cut, cut. Read, read. Heç bir dəyişiklik olmur. Yenə də onlar da qaydasız feillərin sırasındadır. Sing, sang, sang. Bu da qaydasızdır. Üstündən xət çəkmədiyim bütün feillər qaydasız feillərdir və variant olaraq cavab D variantı. Bir dənə baxım görüm kimlər var burada. Davam edirəm. Okay. 21. Düzgün cavabı istəyir və həm söz önüdür. Ümumiyyətcə söz önüdür. Holiday, Greece Yunanistan deməkdir. Yəni bildiyimiz ən məşhuru. Ölkələr inlə işlənir. Yunanistanda tətildə olarkən to be on holiday tətildə olmaqdır və in Greece olur. On in olan C variantı. They met their friends while they were on holiday in Greece. Yəni burada izaha ehtiyac yoxdur. Meet someone, kiminləsə görüşmək, kimisə qarşılamaq, söz önüsüz işlənir. To be on holiday tətildə olmaq və ölkədə hansısa ölkədə olmaq da inlə işlənir. Cavab C variantı. 22. Scientist success made the boy feel great and was happy. Burada nəyə fikir verirsiniz? Scientist əgər S-dən sonra apostrof varsa cəmlənibdir. Z-i atırsız, Z-i atırsız. Z-dən sonra isim gəlməz. Yəni Z deyəndə ümumiyyətcə şəxs əvəzi subject pronounlardan sonra isim gəlməz. Qaldı əlimdə these. Və bu alimlərin uğuru oğlanı xoşbəxt etdi. The boy, bir dəqiqə. Deməli, 23-cü testdə əvəzlik seçməliyik və baxırıq ki, boşluqdan sonra əgər ismimiz yoxdursa, məsələn, 5-i ata bilərik our, özündən sonra isim tələb edir. Yours özündən sonra isim tələb etmir, sərbəst yiyəli əvəzlidir. His üçün fərqi yoxdur, isim ola da bilər, olmaya da bilər. Her özündən sonra isim tələb edir və he isə şəxs əvəzlidir, subject pronoundur və onun yeri cümlənin önüdür, mübtədanın yeridir. He də verə bilmərik, qaldı 2-4, cavab C variantı. Is this cottage his? Bu cottage onunkudur və sizinkidir. Belə, cottage daxma, cottage belə tərcümə olunur. 24. 6 days journey. Deməli, burada nədir? Apostrof S məsələsidir. 6-dən sonra day cəmlənməli idi, çünki sayılan isimdir. Cəmlənmək o deməkdir ki, əgər isim S ilə cəmlənirsə, məsələn, day sözü, day budur, cəmlənəndə olur days və biz onu yiyəli hala salmaq üçün daysdən sonra apostrof verməliydik. Deməli, bir səhvdir. Women S-siz cəmləndiyinə görə özü cəmlənib, sonra apostrof S götürüb, düzgün formadır. 3-dən sonra week cəmlənməlidir, sonra apostrof götürməlidir. Yəni, week də S ilə cəmləndiyinə görə weeks olur, ondan sonra apostrof götürür. 3 də səhvdir. Və the Smith, Z ad varsa, bilirik ki, həmişə cəm olmalıdır, çünki ailə adıdır və eləcə də cəmdir, ona görə 4 də düzdür. 2, 4 cavab D variantı.
25. Və yenə zən var. Müqayisə dərəcəsi. Zən bilirik ki, müqayisə dərəcəsinin göstəricisidir. Üstünlükləri atırıq. Müqayisəni bizə verən nədir? Ya erdir, ya da moredur. Most üstünlüyü göstərir. Qətiyyən C variantı kobud səhvdir. Longer ya da more longer və dedik ki, bir sözdə ya er şəkilçisi olar, ya da more olar. İkisi bir yerdə olmaz. Deməli, the room is longer than another one. Otaq digərindən, başqasından daha uzundur. Getdik 26. The Earth's surface. Öz vahid varlıqdır, heç vaxt cəmlənməz. Ömür boyu həmişə apostrof s götürüb, bir düzdür. The Smith's car, bayaq dediyim kimi ailədir, həmişə cəm olmalıdır. Cəmliyi nə göstərir? Apostrofun s-dən sonra olması, 2 səhvdir. The river's bank, çaydır, təkdir, apostrof s götürüb, çayın sahili, 3 düzdür. Each women's hat, women cəmlənib, sonra apostrof götürüb. Hər qadının nəyi? Şlyapası. Yaxşı, eachdən sonra cəm isim işlənirmi? İşlənmir. İçdən sonra yalnız və yalnız tək isim işlənir. Yəni, burada fikir verirsiniz, birdən düşünərsiniz ki, iç, yəni women apostrof s götürüb, yəli hala düşməsi düzgündür. Amma için qaydasında biz nə keçmişik? Həmişə özündən sonra tək isim götürür. Heç vaxtı cəm isimə düşə bilmir. 5 hours sleep, 5 saatlıq yuxu. 5-dan sonra hours cəmlənib düzdür. Cəmlənəndən sonra da apostrof götürüb düzdür. Deməli, bir də 5 düzdür. 1, 3, 5. Cavab B variantı. Sonra E variantı deyən kimi idi? Baxacam indi mesaja. 27. Diqqətli olun. Possessive case istəyir bizdən. Robert's passport was on the table. Robert apostrof s götürübdür. Passport təkdir, xəbəri təkdir. Bir də problem yoxdur. Robert lost his passport. Əgər apostrof s-dən sonra feil varsa, feildən sonra digər feil tapa bilmirsinizsə, deməli bu ya davam edici zaman olur, ing-dirsə. Participle to-dursa da onda indiki bitmiş zamanda has lost his passport. Deməli 2 possessive case deyil. Robert's voice didn't disturb me. Robert'in səsi məni narahat etmədi. 3 də düzdür. Konkret apostrof s-dən sonra ona aid olan isim var. Robert's reading loudly in his room. ing varsa, yəni bu apostrof s-dən sonra ing yəli hal da ola bilər. Ona görə həmin ing-dən sonra başqa xəbər axtarmalıyıq. Loudly zərfdir ucadan, in his room otağında. Feil yoxdur. Deməli bu is readingdir. Hal-hazırda oxuyur. 1-3 cavab C variantı. Have you parked your car here? Deməli cümlənin özünün mübtədası var. Mübtədası varsa who-nu atırsınız. Xəbəri var. Nəyi? Sənin maşınını. Tamamlığı var. Harda? Burada. Yeri var. Yəni here varsa məsəl üçün where verə bilməzsiniz. Sonra what əgər var idisə, burada for olmalıydı. What for'dan işlənir. Why-ı əvəz eləmək üçün. Tək başına what have you parked yox, car here mənasız olur. Qaldız why, when. Əslində nə zaman park etmisən deyə bilərsiniz. Amma when bitmiş zamanlarla istifadə oluna bilmir. When have you parked olmaz. When did you park ola bilərdi. Y variantı səhvdir və qaldı why. Why have you parked your car here? Sən nə üçün maşınını burada park etmisən? Cavab B variantı. Derivative nouns düzəltmə isimləri istəyir. Championship, burada ship şəkilçidir, çempionat. Leadership, liderlik, ship şəkilçidir. Amma spaceship kosmik gəmi deməkdir. Bilirsiniz ki, ship həm gəmi sözüdür, həm də ki şəkilçidir, isim düzəldən şəkilçi. A variantı getdi. Policeman, polis və man sözü birləşib mürəkkəb isimdir. Information, şın varsa düzəltmə isimdir. Developmentdə də ment var, düzəltmə isimdir. Amma policeman pozdur.
Kingdom krallıqdım, isim düzəldən şəkilçidir, düzdür. Ism isim düzəldən şəkilçidir, realism. İzm isim düzəldən şəkilçidir, heroizm, qəhrəmanlıq. Foreign əcnəbi, foreign-ə əcnəbi. Deməli, C variantı düzdür. Waiter qulluqçu, ofisiant deməkdir, düzəltmədir. Amma rainbow mürəkkəb isimdir. Ona görə novelist də əslində düzəltmədir. Rainbow mürəkkəb isim olduğuna görə D variantı da səhvdir. Hood isim düzəldən şəkildə childhood, uşaqlıq. Happiness, ness də isim düzəldir, xoşbəxtlik. Dress geyim və yaxud da geyinmək, bu da sadədir. Deməli, cavab oldu C variantı. Sonuncu 30-cu sual məndən canınız qurtarır. He made much progress in English və sözünümüz var, sözünü varsa, işiniz sizin boşluqdan əvvəldir. Boşluqdan əvvəl sadəcə sözünü varsa, deməli ing seçirsiniz. He made much progress. O çox böyük uğur qazandı. Nədə? In learning English. İngilis dilini öyrənməkdə. Bu da sözünüdən sonra ing olur gerund.